edən şəxs varsa, feilin qrammatik məlum növlərinin növünü əmələ gətirir. Hansı qrammatik növünü? Yəni, məlum növ. Bu cümlədə biz feili tapdıqca bu məlum növdədir. Niyə görə? İş görən subyekt məlum olur. Digər mövzuda gələcəli keçəndə sadə cümlənin şəxsə görə növləri var. Bu bölmənin eləyən şəxs varsa, feilin qrammatik məlum növlərinin növünü əmələ gətirir. Hansı qrammatik növünü? Yəni, məlum növ. Bu cümlədə biz feili tapdıqca bu məlum növdədir. Niyə görə? İş görən subyekt məlum olur. Digər mövzuda gələcəli keçəndə sadə cümlənin şəxsə görə növləri var. Bu bölmənin subyekti çıxaracaq indi cümlədən. Deməli, ikidə cümlədə belə olacaq ki, kitab oxundu. Deməli, kitab oxundu olsa necə olacaq? Kitab oxundu, kitab bizim obyektimiz oldu, oxundu, hərəkət bildirən söz. Mən bunu ayırsam kök bir şəkildə